Salam, məndən yeni sınaq toplumumuzdan sınaq 30-un izahını çox istəmişdiniz. Buna görə də o sınağın izahını verirəm. Hansı xüsusiyyət heterozigot fərdlərin xeyrinə olan təbii seçmə formasına aid edilə bilər? Heterozigot fərdlərin xeyrinə olan təbii seçmə forması bu hərəkət verici seçmədir. İndi oxuyaq variantları. Növ üçün səciyyəvi əlamətlərin orta göstəricilərindən kənarlaşan fərdləri çıxdaş edir. Bu, stabilləşdirici seçmənin xüsusiyyətidir. Çünki stabilləşdirici seçmə orta hədləri saxlayır, ondan kənarlaşan fərdləri isə çıxdaş eləyir. Deməli, A doğru cavab deyil. Schmalhauser tərəfindən elmə gətirilmişdir. Xeyr, Darwin tərəfindən elmə gətirilmişdir və elə Darwin seçməsi də adlanır. Əlamətlərin orta qiymətinin rastgəlmə tezliyini populyasiya yeni şəraitə uyğunlaşa bilənə qədər dəyişir. Bəli, bu hərəkət verici seçmənin xüsusiyyətinə aiddir. Çünki o orta qiymətdən kənarlaşdırır və elə bir yeni əlamətlər qazandırır ki, onlar yeni əlamətə daha yaxşı uyğunlaşırlar. Yəni o həddə qədər orta qiyməti dəyişdirir. Deməli, burada doğru cavab C variantı olacaq, amma yenə hamısına da baxaq. Polimorfizmin meydana çıxmasına səbəb olur. Bu aiddir disruptiv və ya parçalayıcı seçməyə. Polimorfizm çox formalı əlamətlərin yaranması deməkdir, müxtəlif formaların yaranması deməkdir. Canlı qalıqlar bu seçmə formasına aid nümunədir. Xeyr, canlı qalıqlar və ya relikt formalar bu stabilləşdirici seçməyə aiddir. İkinci sual. Uyğunsuzluğu müəyyən edin. Təbii seçmə və süni seçməni müqayisə edirik. Daha qədim seçmə formasıdır. Bu aiddir təbii seçməyə və doğru olaraq göstərilmişdir. Sort və cinslər yaranır. Bu aiddir süni seçməyə və doğru olaraq göstərilmişdir. Növ üçün faydalı əlamətləri seçir. Bu aiddir təbii seçməyə, lakin burada ortaq xüsusiyyət kimi göstərilib, doğru deyil. Nəticəsində yeni formalar yaranır. Hər ikisinin nəticəsində istər təbii, istərsə də süni seçmə nəticəsində yeni formalar əmələ gəlir. Bu onların ortaq xüsusiyyətidir, lakin ortaya yox, təbii seçməyə yazılmışdır. Ona görə də uyğunsuzdur. Əsasında irsi dəyişkənlik durur. Hər ikisinin əsasında irsi dəyişkənlik durur. Doğru qeyd olunmuşdur. Antropogen dövründən təsir göstərir. Bu süni seçməyə aiddir. Deməli, burada uyğunsuz göstərilən 3 və 4. Doğru cavab B variantı olacaqdır. Üçüncü sual. Heyvanlarda glikokaliks bilirik ki, heyvanlarda qlaf xarici hüceyrə divarı yoxdur qlafda və xarici qlaf glikokaliks adlanır və o da ətraf mühitlə əlaqə funksiyasını yerinə yetirir. Ona görə də burada doğru cavab olacaq Y variantı. Dördüncü sual. Orqanizmdə xolesterinin miqdarının artması hansı xəstəliyə səbəb ola bilər? Bu da ateroskleroz xəstəliyinin əlamətidir. Xolesterin miqdarı artdıqda arteriya damarlarının divarında çoxlu miqdarda yağa bənzər maddələr toplanır və ateroskleroz xəstəliyi əmələ gəlir. Ona görə doğru cavab B variantı olacaq. Beşinci sual. Beşinci sualda dəricik örtük haqqında verilən fikirlərdən neçəsi doğrudur? Dəricik və ya örtük dırnaq arasında yazılıb, bu membran sözünün tərcüməsidir. Bütün canlı hüceyrələrdə sitoplazma ilə təmasda olur. Bəli, bu doğrudur. Plazmatik membran sitoplazma ilə təmasdadır. Quruluşunu yalnız elektron mikroskopunun köməyi ilə öyrənmək olar. Bəli, bu da doğru fikirdir. Çünki bilirik ki, hüceyrə divarı adi işıq mikroskopunda da görünə bilir. Ancaq plazmatik membran yalnız elektron mikroskopun köməyi ilə öyrənilir. 2 ədəd lipid cərgəsi və lipid qatına çökmüş, əksəriyyəti fermentlər olan zülallardan ibarətdir. Bu da doğru fikirdir. Maddələrin hüceyrədən ətraf mühitə daşınmasını təmin edir, ətraf mühitdən isə hüceyrəyə keçməsini əngəlləyir. Xeyr, hər iki istiqamətdə maddələrin keçidini təmin edə bilər. Ona görə də burada dördüncü cavab doğru deyil, yalnız üçü doğrudur.
Doğru cavab C variantı. 6-cı sual. Ayaq üstə tələ xəstəliyinin əlaməti deyil. Ayaq üstə tələ bu podaqa xəstəliyinin verilmiş adıdır. İlk təsvirini Sydenham vermişdir. Xəstəlik qanda və toxumalarda sidik turşusunun artması səbəbindən yaranır. 40-50 yaşlı kişilər arasında daha çox rast gəlinir və əhalinin maddi vəziyyətinin yaxşılaşması bu xəstəliyin artmasına səbəb olan faktorlardandır. Çünki belə deyək də, yeyib içənlərdə daha çox bu əlamət meydana gəlir. Lakin burada sidik turşusunun artması böyrəklərin zədələnməsinə səbəb olur, bağırsaqların yox. Ona görə də D variantı bu xəstəliyin əlaməti deyil. 7-ci sual. Əksər soyuqqanlı heyvanlar qış yuxusuna gedirlər. Xeyr, çünki qış yuxusuna getmək bu məməli heyvanların xüsusiyyətidir. Yəni soyuqqanlıların yox. Qışı anabioz vəziyyətdə keçirirlər. Bəli, əksər soyuqqanlı heyvanlar qışı anabioz vəziyyətdə keçirirlər. Həyatın geriyə dönə bilən forması. Ona görə burada doğru cavab olacaq B variantı. 8-ci sual. Cümləni tamamlayın. Paxlalı bitkilərin köklərində yaşayan bakteriyalar bilirik ki, havanın sərbəst azotunu mənimsəyib nitrat turşusu ifraz edir, hansı ki, bunu bitkilər artıq mənimsəyəcəklər. Ona görə burada doğru cavab C variantı olacaq. 9-cu sual. Hansı aləmə aid canlılar biologik miqrasiyanın hər 3 növündə iştirak edir? Bu heyvanlar aləmi olacaq. Çünki heyvanların bir hüceyrəli nümayəndələri biologik miqrasiyanın birinci növündə, yəni mikroorqanizmlərin miqrasiyasında iştirak edəcək. Çox hüceyrəli heyvanlar iştirak edəcəklər ikinci növündə və heyvanlar aləminin ən ali nümayəndəsi olan insan biologik miqrasiyanın üçüncü növündə iştirak edir. Ona görə doğru cavab A variantı olacaq. 10-cu sual. Verilmiş şəklə əsasən pomidor bitkisində epidermisin forması və meyvənin uzunsov formasının yerləşdiyi genlər arasında Bosingover faizi neçəyə bərabərdir? Gəlin tapaq burada bu şəkildə görək epidermisin forması harda yerləşir? Normal və tüklü epidermis. Baxın burada 46-cı hissədə yerləşir və bir də meyvənin uzunsov forması burada 55 rəqəmi göstərilən hissədə göstərilmişdir və burada bu rəqəmlər genlər arasında məsafəni göstərir. Genlər arasında məsafə isə Bosingover faizini ifadə edir. Deməli, biz 55-dən 46-nı çıxmaqla bu iki əlamət arasında olan məsafədə Bosingover faizini təyin edə bilərik. 55-dən 46 çıxdıqda eləyəcək 9%. Doğru cavab B variantı. 11-ci sual. 11-ci sualda insanda dəri rəngi neçə cüt genlə idarə olunur? Ümumiyyətlə, bir çox canlılarda dəri rəngi, ümumiyyətlə rəng əlaməti, hətta buğdanın özündə belə rəng əlaməti polimorfizmə aiddir. Yəni, əlamətin üzə çıxması çoxlu sayda allellərin miqdarından, dominant allellərin miqdarından asılı olaraq daha tünd rəngli ola bilir və üzə çıxır və bu polimeriyadır. Və insanda da dəri rəngi 4 cüt qeyri-allel genlə idarə olunur. Biz burada 4 cüt allel geni götürə bilmərik, çünki onlar müxtəlif homoloji xromosomların üzərində yerləşdiyi üçün qeyri-allel genlərdir və ona görə də indekslərinə 1, 2, 3, 4 kimi qeyd edirik. Deməli, doğru cavab C variantı olacaq. 12-ci sual. 12-ci sualda deyir ki, dişi göyərçində cədvəldə verilənlərə əsasən X plus Y-in qiymətini tapın. Somatik hüceyrədə autosom xromosom sayını N-lə işarə edib. Deməli, burada somatik hüceyrədə xromosom müxtəlifliyi, əgər autosom say N-dirsə, o zaman biz onun üzərinə 2 gəlməklə somatik hüceyrədə xromosom müxtəlifliyini tapa bilərik.
Çünki daha doğrusu 2-yə bölüb sonra 2 gəlməklə tapa bilərik. Nəyə görə? Çünki autosom xromosom sayı n qədərdirsə, müxtəliflik olacaq autosom xromosomlarda n/2 qədər. Çünki hər biri bir homoloji cüt əmələ gətirir və onlar bir-birinin oxşarıdır. Yəni 2-yə bölməklə mən tapıram ki, autosom xromosom müxtəlifliyi n/2 qədərdir. Üzərinə də 2 cinsi xromosomları gəlməklə mən somatik hüceyrədə xromosom müxtəlifliyini tapa bilərəm. Çünki dişi göyərçin deyildiyinə görə dişi göyərçində heterogametdir, XY xromosom dəstinə malikdir. Yəni cinsi xromosomları 2 müxtəlifliyə malikdir. Deməli, burada X-in yerinə n/2 üstəgəl 2 yaza bilərəm. Və yaxud da bunu başqa cür də izah etmək olar. Somatik hüceyrədə autotom xromosom sayı n-dirsə, n üstəgəl 2 qədər bunun ümumi xromosom sayı var. Çünki 2 dənə də somatik hüceyrədə diploid orqanizmdə 2 dənə də cinsi xromosom olur və onu bölərəm 2-yə. 2-yə bölməklə taparam xromosom müxtəlifliyini. Bu da eləyəcək, deməli, daha doğrusu haploid sayını, bu da eləyəcək n/2 üstəgəl 1 və bir də bilirik ki, heterozigot canlılarda xromosom müxtəlifliyi somatik hüceyrədə haploid say üstəgəl 1 qədərdir. Ona görə bir dənəni də üstünə əlavə eləyərəm. Bu da eləyəcək n/2 üstəgəl 2. Yəni hər iki formada izah etdim. Zaten hər ikisində də cavab n/2 üstəgəl 2-dir. Və bir də ilişikli gen qruplarının sayını istəyir. İlişikli gen qruplarının sayı isə onun haploid sayına bərabərdir. Bayaq dediyimiz kimi, əgər n qədər autosom varsa, deməli, n üstəgəl 2 qədər onun 2 də cinsi xromosom üstünə gəlməklə onun somatik hüceyrədə olan xromosom sayıdır. Yəni diploid dəstidir və mən 2-yə bölsəm, taparam burada ilişikli gen qruplarının sayını, yəni haploid sayı taparam. Bu isə ilişikli gen qruplarının sayına bərabərdir. Bu da n/2 üstəgəl 1-ə bərabər olacaq. Deməli, y-in yerinə n/2 üstəgəl 1, x-in yerinə n/2 üstəgəl 2 yaza bilərəm. Və məndən x-la y-in cəmini istəyir. n/2 üstəgəl 1-in üzərinə n/2 üstəgəl 1-i gəldikdə, bu da mənə bunu siz hesablasaz, alınacaq n üstəgəl 3. Doğru cavab olacaq C variantı. Yəni, riyazi hesablamadır. Hesablasaz n üstəgəl 3 rəqəmini alacaqsınız. Doğru cavab C variantı olacaq. 13-cü sual. 13-cü sualda deyir ki, İrsiyyətin xromosom nəzəriyyəsinə aid olmayan fikri seçin. Müxtəlif genlər eyni xromosomlarda yerləşə bilər. Bəli, bu aiddir. Bu fikir aid olacaq irsiyyətin xromosom nəzəriyyəsinə. Homozigot orqanizmlərdə ilişikli qrupların sayı haploid dəsti olan xromosomların sayına bərabərdir. Bu fikir də aiddir. Xromosomlarda genlər arasında məsafə onların arasındakı Krassin-Goverin baş vermə ehtimalı ilə tərs mütənasibdir. Bu fikir doğru deyil, çünki tərs yox, düz mütənasib asılıdır. Genlər arasında məsafə nə qədər çoxdursa, Krassin-Goverin baş vermə ehtimalı da bir o qədər çoxdur deyirik. Ona görə burada aid olmayan fikir C variantı olacaq. Xromosomlarda genlər düz xətt üzrə yerləşir və homoloji xromosomlar arasında allel gen mübadiləsi gedir. Bunlar isə doğru fikirdir. 14-cü sual. Ada dovşanında tükün rəngi 4 müxtəlif allel tərəfindən idarə olunur. Yəni, bu çox allelliyə aiddir. Diploid yığımda bu allellərdən neçəsi iştirak edir? Biz bilirik ki, çox allellilikdə bir əlamətə aid olan gen allel sayı nə qədər neçə olursa olsun, haploid yığımda onun yalnız biri, diploid yığımda isə ikisi iştirak edir. Məsələn, insanda qan qruplarının üzərindən də nümunə göstərsək, bilirik ki, insanda qan qrupları
3 alleli var, lakin biz onlardan yalnız ikisini daşıya bilərik. Məsələn, AB-ni daşıya bilərik. Məsələn, OO-nu daşıya bilərik diploid yığımda və yaxud AO-nu. Yəni üçünü eyni vaxtda daşıya bilmərik. Ona görə burada da 4 müxtəlif allellə tükün rənginin idarə olunmasına baxmayaraq, diploid yığımda onlardan yalnız ikisi iştirak edəcəkdir. Doğru cavab B variantı olacaq. 15-ci sual. 15-ci sualda deyir ki, sitoplazmatik irsiyyətə aid olmayan fikri seçin. Biz bilirik ki, sitoplazmatik irsiyyət nüvə DNT-sindən kənar irsiyyətdir. Yəni, sitoplazmatik irsiyyətin daşıyıcıları mitoxondri və plastid kimi DNT-yə malik orqanoidlər ola bilər. Yəni, onlar nüvədən kənar genlərin ötürülməsidir. Və indi oxuyaq variantları. Sitoplazmatik irsiyyətin nəslə ötürülməsi Mendel qanunlarına tabe olmur. Bəli, bu doğru fikirdir. Sitoplazmatik irsiyyətin daşıyıcıları mitoxondri və plastidlər sayılır. Bu da doğru fikirdir. Sitoplazmatik irsiyyətlə mutasiyalarda nəslə ötürülə bilər. Bəli, gen mutasiyaları ötürülə bilər. Çünki DNT-də DNT varsa, orada mutasiyalar baş verə bilər. Sonra sitoplazmatik irsiyyətlə ötürülən mutasiyalar gen mutasiyaları adlanır. Bəli, bu da doğru fikirdir. Xromosom və genom mutasiyalar sitoplazmatik irsiyyətlə ötürülə bilər. Bu isə yanlış fikirdir. Nəyə görə yanlış fikirdir? Çünki biz dedik ki, bu nüvədən kənar genlərlə bağlıdır sitoplazmatik irsiyyət. Yəni DNT-yə sahib olan mitoxondri və plastidlərlə əlaqədardır. Yəni daşıyıcıları orada olan DNT-dir və biz də bilirik ki, mitoxondri və plastidlərin DNT-si çılpaq DNT-dir. Yəni halqa şəkilli bakteriyaların deməli DNT-sinə oxşar iki zəncirli halqa şəkilli DNT-dir. Histon zilalına sarınmamışdır və ona görə biz onları xromosom adlandırmırıq. Və xromosom olmayan bir yerdə xromosom mutasiyası baş verə bilərmi? Yox, çünki bu xromosomların quruluşu ilə əlaqədar dəyişiklikdir. Və ya genom mutasiya nədir? Genom mutasiya xromosomların sayı ilə əlaqədar baş verən dəyişikliklərdir. Məsələn, bir və ya bir neçə vahid artıb azala bilər, bunu aneuploidiya adlandırırıq və yaxud dəfələrlə arta bilər, buna poliploidiya deyirik. Yəni genom mutasiyalar xromosomun sayı ilə əlaqədardır. Amma xromosom yoxdur axı orada. Xromosom yoxdursa, deməli genom mutasiya da gedə bilməz. Orada yalnız gen mutasiyası baş verə bilər. Deməli, doğru cavab Y variantı olacaq. Növbəti sual 16-cı sualdır. 16-cı sualda deyir ki, epidemiologiyanın tənəzzülü bu elmin inkişafının hansı dövrünə təsadüf edir? Bu əzbərçi sualdır və dərslikdə də var. Bakteriya dövrünün ilk 10 illiyinə təsadüf edir. 17-ci sual. Verilən xəstəliklərdən neçəsi epidemiyalara səbəb olar? Malyariya xəstəliyi bilirik ki, dəfələrlə 20-ci əsrdə epidemiyalara səbəb olmuşdur. Vəba xəstəliyi nəinki epidemiyaya, hətta pandemiyaya da səbəb olmuşdur. Qanqa çayı vasitəsilə bütün Asiya qitəsini əhatə eləmişdi. GİRS xəstəliyi qazanılmış immun çatışmazlığı sindromu, düzdür, bu yoluxucu bir xəstəlik ola bilər, lakin epidemiyası müşahidə olunmamışdır. Talasemiya irsi qan xəstəliyidir, autosom resessiv genlərlə ötürülür, ona görə bu da epidemiyaya səbəb ola bilməz. Gastrit mədə xəstəliyidir, epidemiyaya səbəb olmur, yoluxucu deyil. Hemofiliya irsi qan xəstəliyidir, X xromosomu ilə ilişikli, resessiv genlərlə ötürülür. Ona görə bu da epidemiyaya səbəb ola bilməz. Məxmərə isə yoluxucu xəstəlikdir və epidemiyaya səbəb ola bilər. Deməli, burada doğru cavab 3-ü, yəni C variantı olacaq. 18-ci sual. Turşuya davamlı bakteriyalarda hansı maddələrin miqdarı daha çoxdur? Bu da dərsliyimizdə göstərilmişdir mikrobiologiya bölməsində, yəni lipidlərin miqdarı turşuya davamlı bakteriyalarda
çoxdur. Doğru cavab A variantı olacaq. 19-cu sual. Yoluxucu xəstəliklərin qarşısının alınma üsulları mikrobiologiyanın hansı şöbəsi tərəfindən öyrənilir? Bu xüsusi mikrobiologiyanın bir qolu olan tibbi mikrobiologiyanın alt qrupu sayılan sanitar mikrobiologiyanın xüsusiyyətidir. Dərslikdə də öz əksini tapmışdır. Doğru cavab B variantı olacaq. 20-ci sual. Sual işarəsinin yerinə yazıla bilər. Canlılar qrupunu biz biosenoz adlandırırıq, onun yaşayış mühitini isə biotop adlandırırıq və bu ikisinin cəmli biosenoz və biotop birlikdə biogeosenoz adlanır. Deməli, doğru cavab B variantı olacaq. 21-ci sual. 21-ci sualda deyir ki, düzgün fikirləri seçin. Enli yarpaqlı meşə biogeosenozunda otlar iki yarusda yerləşir. Bu doğru fikirdir. Çünki bilirik ki, 4-cü yarusda yerləşir ot bitkiləri və həmçinin də örtülü toxumlu ot bitkiləri və həmçinin də qıcı kimlər, bu da ot bitkilərinə aiddir və eyni zamanda 5-ci yarusda mamırlar yerləşir ki, onlar da ot bitkilərinə aiddir. Deməli, 1 düzgün cavabdır. Heyvanlar da bitkilər kimi yaruslar üzrə paylana bilər. Bəli, yuxarı yarusda dovşan, sincablar, dələlər, quşlar, aşağı yarusda qurdlar, boğumayaqlılar və s. Deməli, bu da doğru fikirdir. İri bitkilər meşə döşənəyinin əmələ gəlməsində iştirak edir. Bəli, bu da dərsliyimizin cümləsidir və doğru fikirdir. İkinci yarusda kollar yerləşir. Bu doğru fikir deyil, çünki 3-cü yarusda kollar yerləşir. İkinci yarusda isə daha kiçik ölçülü ağac bitkiləri yerləşir. Deməli, doğru cavab burada B variantı 1, 2 və 3 olacaq. 22-ci sual, bu da maraqlı sualdır. 22-ci sualda deyir ki, hansı boşluğa bütün sözünü yazmaq olar? Bütün avtotroflar günəş enerjisindən istifadə edirmi? Etmir. Çünki avtotrof dedikdə təkcə fototrof yox, həm də hemotrof canlılar nəzərdə tutulur. Hemotroflar isə günəş enerjisindən yox, kimyəvi rabitələr enerjisindən istifadə edir. Ona görə biri götürməyəcəyik. Bütün heterotroflar konsumentlərdir deyə bilmərik. Çünki heterotroflar konsument qrupunu da əmələ gətirə bilər, redusent qrupunu da əmələ gətirə bilər. Ona görə ikini də götürmürük. Bütün parazitlər konsumentlərdir. Bəli, onlar hazır üçün maddələrlə qidalanırlar və konsumentlərdir. 3-ü götürə bilərik. Bütün bakteriyalar redusentlərdir. Xeyr, saprofit bakteriyalar redusentlərdir. Parazit bakteriyalar isə konsument qrupuna daxil olacaqlar. Ona görə burada doğru cavab yalnız 3, yəni C variantı olacaq. 23-cü sual. 23-cü sualda orqanizmlərdə bioloji ritmlərin saxlanmasını təmin edən xüsusi daxili mexanizm bioloji saat adlanır. Doğru cavab A variantı. 24-cü sual. Adı qırmızı kitaba daxil edilə bilməz vəhşi turların. Ona görə ki, onların nəsli artıq kəsilmişdir. Digər heyvanlar isə adları, sayları azalmaq üzrə olduğuna görə qırmızı kitaba daxil edilə bilər. 25-ci sual. Ot yeyən heyvanların, bu da maraqlı suallardandır. Ot yeyən heyvanların peynində olan toxumu quşların tapıb yeməsini canlılar arasında hansı qarşılıqlı təsirə aid etmək olar? Ot yeyən heyvanlar üçün bir əhəmiyyəti varmı? Onun peynini kim yeyir? Xeyr, heç bir əhəmiyyəti yoxdur. Lakin quşlar isə öz qidalanmasını təmin edir və faydalanırlar. Bir tərəf üçün neytral, digər tərəf üçün isə faydalı olan münasibət formasını kondensalizm hesab edirik. Doğru cavab B variantı. 26-cı sual. Bioloji tədqiqat işi apararkən hüceyrələri xüsusi çəkiyə malik strukturlara ayırmaq üçün hansı cihaz tətbiq olunur? Bu sentrifuqa cihazıdır. 27-ci sual. Orlov Löhrəm atının alınması zamanı F1 nəslindən alınan hibridi Holland Löhrəm atının dişisi ilə çarpazlaşdırırıq. Yəni, burada doğru cavab A variantı olacaq və bu çarpazlaşdırma seleksiya bölməsində 11-ci sinifdə öz əksini tapmışdır. 28-ci sual. 28-ci sualda deyir ki, mitoz, amitoz və sadə bölünmə növlərindən yalnız birinə aid edilə bilər.
Bu bölünmədən sonra hüceyrədə artıq mitoz gedə bilməz. Nə amitoz bölünmədən sonra, nə də sadə bölünmədən sonra mitoz gedə bilməz. Yalnız mitozdan sonra mitoz gedə bilər. Ona görə də biz burada ikisinə aid olduğuna görə yalnız birinə aid edilə bilər deyir. Bu isə ikisinə aid edildi, amitoza və sadə bölünməyə. Ona görə A variantını götürməyəcəyik. DNT-nin ikiləşməsi hər üçündə gedir, həm mitoz, həm amitoz, həm də sadə bölünmədə. Ona görə bunu da götürməyəcəyik. Bölünmə vətəri yaranmır, nüvə pərdəsi itmir, sadə bölünməyə aid edəcəyik. Yalnız birinə aid oldu. Ona görə doğru cavab C variantı olacaq. Çox nüvəli hüceyrələr yaranır. Amitoz bölünmə zamanı adətən çox nüvəli hüceyrələr yaranır və mitoz bölünmə zamanı da bəzən çox nüvəlilik yarana bilər. Deməli, bunu da götürmürük, ikisinə aid oldu. Hüceyrələr iki yerə bölünür, bu isə üçünə də aiddir. Ona görə bu cavab da doğru olmaz. 29-cu sual düz şəkildə bu 11-ci sinif dərsliyində öz əksini tapan bir şəkildir. Bu hüceyrənin hüceyrə divarı olduğunu görürük, hüceyrə mərkəzinin olmadığını görürük və hüceyrənin mərkəzdən kənarlara doğru bölünmə lövhəsi əmələ gətirərək bölündüyünü görürük. Deməli, bu bir bitki hüceyrəsidir və indi burada aid olmayan bəndi istəyir. Variantları oxuyaq. İki nüvə arasında mərkəzi sahə yaranıbmı? Yaranıb və bu bölünmə mərkəzdən başlayıb qılafa doğru davam eləyir. Hüceyrə iki yerə bölünür və bölünməni təmin edən bölünmə lövhəsi Golgi kompleksindən daxil olan maddələrin hesabına baş verir. Sitoplazmanın xaricdən daxilə doğru arz olmağa başlaması isə bura aid deyil, bu heyvan hüceyrələrinə aiddir. Onlarda hüceyrə divarı olmadığına görə hüceyrə xaricdən daxilə doğru ayrılmağa başlaya bilər. Burada isə boğumlanıb bölünməsi mümkün olmayacaq, çünki hüceyrə divarı var. Ona görə doğru cavab Y variantı olacaq. 30-cu sual. Əgər mət xassəli şiş xəstə orqandan kənara çıxırsa, bu şişin inkişafının neçənci dövrünə aid edir? Şişlərin inkişafının 4 mərhələsi var və xəstə orqandan kənara çıxırsa, 3-cü mərhələyə aiddir. Doğru cavab C variantı olacaq. 31-ci sual. Melanoma nədir? Bu da şiş xəstəliklərinə aid bir sualdır. Mühit amillərinin təsirindən dəridəki xalların şişə çevrilməsidir. 11-ci sinif dərsliyində bu mövzular öz əksini tapmışdır. 32-ci sual. Hansı xüsusiyyətinə görə xərçəng hüceyrələri adi hüceyrələrdən fərqlənmir? 3 sual ardıcıl eyni mövzudan düşmüşdür. Kimyəvi tərkibinə görə adi hüceyrələr xərçəng hüceyrələrindən heç nə ilə fərqlənmir. Amma orada olan maddələrin miqdarına görə fərqlənir. İstifadə etdiyi şəkərin miqdarı xərçəng hüceyrələri daha çox şəkərdən istifadə edir, çünki bölünmələrin sayı sonsuzdur. Buna görə fərqlənəcək. Karbohidrat zülal parçalanmasına görə təbii ki, daha sürətli bölünmə getdiyinə görə fərqlənəcək və hüceyrələr inkişafına görə də fərqlənəcək. Fərqlənməyən dediyinə görə kimyəvi tərkibini götürəcəyik. Bu da dərsliyin cümləsidir. 33-cü sual. Biopsiya zamanı xərçəng hüceyrəsini hansı xüsusiyyətinə görə təyin edirlər? Yenə də eyni mövzudan düşübdür sual ardıcıl olaraq. Nüvələrin qeyri-normal ölçüsünə görə, yəni xərçəng hüceyrələrinin nüvəsi ya normadan böyük, ya da kiçik olur və buna görə də bunu məhz biopsiya zamanı məhz bu xüsusiyyətinə görə şişi xərçəng hüceyrəsini təyin edirlər. 34-cü sual. Bu da maraqlı sualdır, məsələdir daha doğrusu. Əgər hər hansı bir canlının meyozun ikinci metafaza mərhələsində olan hüceyrəsində cinsi xromosomlara birləşən vətər tellərinin sayı autosom xromosomlara birləşən vətər tellərinin sayına olan nisbəti 1-in 22-yə olarsa, bu canlı hansı ola bilər? Demək, biz bilirik ki, meyozun ikinci metafazasında xromosomlar bir cərgədə hüceyrənin ekvatorunda düzülür və mitoz bölünmədə, metafazada olduğu kimi hər hüceyrədən, hər qütbdən bir vətər teli xromosomun sentromerinə, kinetokor adlanan sahələrinə birləşir. Deməli, bir dənə xromosoma
2 dənə vətər teli birləşir. Burada da deyir ki, bu birləşən vətər tellərinin sayı cinsi xromosoma və autosom xromosoma birləşən vətər tellərinin sayı 1-in 22-yədir. Yəni, məsələn, bir dənə cinsi xromosoma 2 dənə vətər teli birləşirsə, o zaman neçə dənə autosom xromosoma 22 dənə. İndi burada görürsünüz, demək bu 2-yə ixtisar olunmuş rəqəmdir də, 1-in 2-yə, 1-in 22-yə rəqəmi ixtisar olunmuş rəqəmdir. Çünki biz görürük ki, bir xromosoma 2 dənə vətər teli yerləşir. Deməli, burada 2 və 44 də yazıla bilərdi. Yəni, mən hər birini 2 dəfə artırsam, 2 və 44 alınacaq burada. İndi belə bir tənasüb qursam ki, bir cinsi xromosoma 2 vətər teli birləşirsə, bəs neçə autosom xromosoma 44 dənə vətər teli birləşər və bu da eləyəcək, deməli, 22. 22 autosom xromosom. Daha heç ümumiyyətlə cinsi və yaxud da autosom demədən də, məsələn, deyə bilərik ki, bir xromosoma 2 vətər teli birləşirsə, bəs neçə xromosoma 44 vətər teli birləşər? 22 xromosoma. Və bu tapdığım rəqəm, bu 22 olacaq autosom xromosomların sayı. Və 22 autosom xromosom sayıdırsa, bir dənə də cinsini üzərinə gələrəm, taparam ki, 23 dənə xromosoma malikdir. Bunun haploid dəsti, çünki meyoz 2-dən söhbət gedir, meyoz 2-nin metafazasından söhbət gedir, xromosom dəsti orada parametr N2C formasındadır. Deməli, 23 xromosomu olan haploid xromosom dəstində 23 xromosomu olan canlı bu insan olacaq. Deməli, doğru cavab D variantı olacaq. 35-ci sual. 35-ci sualda məsələdir. Deyir ki, insanda yumurtalığın yetişmə zonasının sonunda əmələ gələn yönəldici cisimciklərdə olan autosom xromosomların sayının cəmi sonda əmələ gələn qametlərin xromosom sayından 172 ədəd çox olarsa, yetişmə zonasına daxil olan hüceyrələrin sayını tapın. Deməli, bir dənə qametdə 23 dənə, insanda bir qametdə 23 xromosom olur və 3 yönəldici cisimcikdə də 3 vur 22, 66 dənə autosom xromosom olur. Və bunların fərqi 66 ilə 23-ün fərqi 43 verir. Deməli, yetişmə zonasına bir hüceyrə daxil olanda bu fərq 43-ə bərabərdir. Biri daxil olanda bu fərq 43-ə bərabərdir. Bəs neçəsi daxil olub ki, bu fərq 172-yə bərabərdir. Çünki burada yönəldici cisimciklərdə olan autosomlarla qametdə olan xromosomun fərqini deyir. Ona görə də mən yönəldici biri daxil olanda bir qamet 3 yönəldici cisimcik əmələ gəlir, birinin üzərindən hesablama apardım və tənasübü buna əsasən qurdum və buradan da x-i tapmaq üçün 172-ni 43-ə bölürük. O da eləyir 4. Eləyir 4. 35-ci sualda doğru cavab A variantı olacaq. 36-cı sual yenə də məsələdir. Dişi kərtənkələnin yetişmə zonasının metafaza 2 mərhələsində xromosomlara birləşik bölünmə vətərlərinin sayı 56 olarsa, bu canlının ilişikli gen qruplarının və xromosom müxtəlifliyinin saylarının cəmi neçə olar? Biz bayaq da dedik ki, metafaza 2 mərhələsində xromosomlar ekvatorda, hüceyrənin ekvatorunda bir cərgədə yerləşir və hər bir xromosoma 2 vətər teli birləşir. Əgər bir xromosoma 2 vətər teli birləşirsə, bəs neçə xromosoma 56 vətər teli birləşib? Buradan tənasübü həll eləsək, x-i tapırıq 56 bölü 2, 28. 28. Deməli, 28 dənə xromosom var burada. Və biz bilirik ki, metafazada parametr, metafaza 2-də parametr N2C-dir. Yəni, burada rəqəm 28 xromosom elə haploid sayı göstərir. Deməli, bunun eni 28-dir. Və bu, həmçinin ilişikli gen qruplarının da sayını göstərir. Lakin xromosom müxtəlifliyi isə heteroqamet canlılarda
N+1 qədər olur somatik hüceyrədə. Ona görə mən 28-in üstündən 1 gələrəm, taparam ki, xromosom müxtəlifliyi 29-dur və bunların cəmini istəyir. 28 ilə 29-un cəmi eləyəcək 57. Doğru cavab B variantı olacaq. 37-ci sual, bu da belə bir cədvəldir. Deyir ki, X-i müəyyən edin. Yetişmə zonasının sonunda yaranan Y cinsi xromosom daşıyan qamet sayı A, X cinsi xromosom daşıyan yönəldici cisimcik sayı X, yetişmə zonasına daxil olan hüceyrə sayı 2A-dırsa, biz buradan X-i müəyyən etməliyik. Bu da bunu yazaq. Gəlin. Ben A vərək götürüm. Demək, 37-ci sualda deyir ki, biz bunu iki yolla da eləyə bilərik. Məsələn, belə bir yolla eləyə bilərik. Yetişmə zonasına daxil olan hüceyrə sayı 2A-dırsa, o zaman 2A qədər qamet və 2 vur 3, 6A qədər də yönəldici cisimcik əmələ gələr. Və Y cinsi xromosomu daşıyan qamet sayı deyir A qədərdir. Yəni A qədəri Y daşıyır deyir və bizdən yetişmə zonasına X xromosomu daşıyan yönəldici cisimciklərin sayını istəyir. X daşıyan yönəldici cisimciklərin. 2A qədər hüceyrə daxil olubsa, o zaman deməli əmələ gəlir 8A qədər hüceyrə, onun tən yarısı 4A-sı X daşımalıdır, 4A-sı da Y daşımalıdır və əgər burada 2A qədər qametin A qədəri Y daşıyırsa, o zaman A qədəri də X daşıyacaq və cəmi bütün X-ların sayı 4A olmalıdırsa, onun A qədəri qamətdədirsə, 3A qədəri də olacaq, demək, yönəldici cisimcikdə. Və X-ların sayı da o zaman burada elə yenə 3A qədər olacaq yönəldici cisimcikdə. Deməli, bizdən də istəyirdi X xromosomu daşıyan yönəldici cisimcik sayını o 3A qədər olduğunu tapdıq. Və yaxud başqa bir düsturla da eləyə bilərik, düstur yolu ilə da eləyə bilərik. Başlanğıc hüceyrələrin yetişmə zonasına daxil olan hüceyrələrin sayının üzərinə qametdəki X-i gəldikdə bizə yönəldici cisimcikləri, daha doğrusu qametdəki Y-li qametləri gəldikdə bizə X daşıyan yönəldici cisimciklərin sayını verəcək. Və yaxud da əksinə, başlanğıc sayın üzərinə qametdəki X-ları gəldikdə, o zaman yönəldici cisimcikdəki Y-lərin sayını verəcək. Deməli, bizə də lazım idi ki, başlanğıc hüceyrə sayını bilirdik, 2A qədərdir və Y daşıyan qamet sayını bilirdik, A qədərdir. Bizə lazım idi yönəldici cisimcikdəki X-ların sayını tapmaq. 2A-nın üzərinə A-nı gəlməklə 3A-nı tapmış olur. İstər düstur yolu ilə, istərsə də belə yazmaqla, necə deyərlər, dədə-baba yolu ilə də tapmaq olar. Növbəti suala baxaq. Deməli, burada doğru cavab nə oldu? C variantı oldu, 3A. 38-ci sual. Müəyyən ərazidə yaşayan qadınların 1/4 hissəsi daltonizm xəstəliyindən əziyyət çəkir. Burada yaşayan daşıyıcı qadınların faizini hesablayın. Deməli, qadınların 1/4 hissəsi daltonizmdən əziyyət çəkir. Daltonizmdə bilirik ki, X xromosomu ilə ilişikli resessiv xəstəlikdir və qadınlar X kiçiyə genotipli olduqda onlar daltonik olurlar. Bu xəstəlikdən əziyyət çəkirlər. Və bunun 1/4 hissəsi deyirsə, 1/4 hissə 0,25% deməkdir. Bu da 0,25 hissə deməkdir.
Deməli, kiçik a genotipli fərdlərin rast gəlmə tezliyi 0,25-dir. Mən kiçik a allelinin rast gəlmə tezliyini tapmaq istəyirəmsə, bundan kök alaram və bu da eləyəcək 0,5. Deməli, kiçik a allelinin rast gəlmə tezliyi oldu 0,5. O zaman böyük a allelinin də rast gəlmə tezliyi 0,5 olacaq. Çünki onların cəmi 1-ə bərabər olmalıdır. Daşıyıcı qadınların faizini necə tutarım? Daşıyıcı qadınlar böyük A, kiçik A genotipli olmalıdırlar və biz hər zaman heterozigotların qarşısına 2-ni əlavə etməliyik. 2 vur 0,5 vur 0,5. 0,25 vur 2 eləyir 0,5. Bu da faizə çevirəndə eləyir 50%. Doğru cavab A variantı olacaq. 39-cu sual. 39-cu sualda da, bu da məsələdir. Buranı təmizləyək. 39-cu sualda deyir ki, hər hansı bir diploid dişi canlıda 3000 bioloji əlamət olarsa, bu canlının 2 hüceyrəsindən əmələ gələn qametlərdə nə qədər gen olar? Biz də bilirik ki, diploid canlılar bir əlaməti 2 genlə idarə olunur. Deməli, burada 3000 bioloji əlamət varsa, 3000 vur 2, 6000 dənə gen vardır deməkdir və qametdə isə onların yarısı qədər olur. Çünki qamet haploid xromosom dəstinə malikdir. Yəni, yarısı da eləyəcək 3000 gen və 2 hüceyrədən dişi orqanizmdə 2 qamət əmələ gəlir. Birindən biri, ikisindən ikisi əmələ gəlir. O zaman 2 qamətdə 2 vur 3000, cəmi 6000 ədəd gen olacaq. Doğru cavab 6000. 39-cu sualda C variantı. Və nəhayət sonuncu 40-cı sual, bu da məsələdir. Buna görə buranı yenə təmizləyək. 40-cı sualda deyir ki, əgər X xromosomu ilə ilişikli gen daşıyan bir insan populyasiyasında qadınların 36% bu əlamətə görə homozigot dominant fenotiplə malikdirsə, kişilərin neçə faizi resessiv fenotipli olar? Demək, X xromosomu ilə ilişiklidirsə və bizdən homozigot deməli, dominant fenotipli qadınlar deyirsə, deməli, X böyük ya şəklində yazacağıq və bunlar 36%-dir deyirsə, yəni 0,36 hissədir və bu böyük ya genotipli fərdlərin rast gəlmə tezliyidir. Mən bundan kök almaqla böyük A allelinin rast gəlmə tezliyini taparam. Deməli, böyük A allelinin rast gəlmə tezliyi oldu 0,6. O zaman kiçik A allelinin rast gəlmə tezliyi də olacaq 1,0,6. Yəni 0,4. Çünki bunların cəmi demişik ki, 1-ə bərabər olmalıdır. Bunları biz populyasiyanın genetikasını keçəndə keçmişdik. Və kişilərin neçə faizi resessiv fenotipli olar? Kişilər bir dənə X-a malikdir. Resessiv fenotipli olması üçün X kiçik A, Y genotipli olmalıdırlar və burada bir dənə kiçik A alleli olduğuna görə elə 0,4 hissə olacaq. Onu da faizə çevirəndə 40% edəcək. Doğru cavab C variantı olacaq.